dadı isə əfsanə. Salam əziz izləyicilərim, necəsiniz? Bugün sizlərlə bizim çox sevdiyimiz və qış aylarında daha çox bişirdiyimiz gürzə yeməyini, yəni xəmir yeməyini paylaşırıq sizlərlə. Lazım olan ərzaqları ona əlavə edib xəmir yoğurmağa başlayırıq. Artıq xəmirimiz hazırdır. Xəmirdən kündələr düzəldirik və üzərini streçləyib 10-15 dəqiqə dinləndiririk. Burada da içliyimizi düzəldirik. Çəkilmiş ət, soğan, duz və istiot əlavə edib qarışdırırıq və kənarda saxlayırıq. Artıq xəmirimiz hazırdır və yaymağa başlayırıq. Yaydıqdan sonra kəsirik. Bu formada kəsdik. Əslində keçmiş üsulla da kəsmək olar, dairəvi. Sadəcə biz bu üsul daha rahat olduğu üçün bu üsulla yoxlamağa qərar verdik. Düzəltdiyimiz əti götürüb xəmirin üzərinə qoyuruq. Bu formada görünür və bükməyə başlayırıq. Biz belə düzəltdik. Siz nələr əlavə edirsiniz içliklərinə və yaxud da xoşlayırsınız bu yeməyi? Burada da suyu qaynamağa qoyduq və duz əlavə etdik. Və gürzələrimizi bişməyə qoyduq. Artıq yeməyimiz hazırdır, servis eləyirik. Göz haqqınızı halal edin. Videonu bəyənməyi və şərh yazmağı unutmayın. İzlədiyiniz üçün təşəkkür eləyirəm.